Allahın salamı olsun. Bu gün mən sizinlə rəngi tündləşmədən bir dəfə çiyələk mürəbbəsinin necə hazırlandığını paylaşıram. Əvvəlcə çiyələkləri təmiz-təmiz yuyub, sonra isə göstərdiyim qaydada təmizləyirəm. Üç kiloqram çiyələyə 2 kiloqram yarım şəkər tozu və stəkan yarım su istifadə edirəm. Əvvəlcə şərbətə hazırlayıram. Tavaya şəkər tozu və suyu əlavə edib, qaynaması üçün piltənin üzərinə yerləşdirirəm. Əvvəlcə az istilikdə edirəm ki, şəkər tozu yanmasın. Qaynamağa başladıqdan sonra isə çiyələklərə şərbətə yığıb, cür istilikdə bişirirəm. Mürəbbə qaynamağa başladıqda isə üzərinə yığılan çəpləri təmizləyirik. Çəpləri daha rahat götürmək üçün tavanı silkələyirik və orta hissəsinə yığıldıqca götürürük. Mürəbbəni mütləq cür istilikdə və bir dəfə qaynadıb götürmək lazımdır. Yəni bişdikdə. Mürəbbənin bişmə müddəti piltənin istiliyindən asılı olaraq fərqli ola bilər. Və onu da qeyd edim ki, istifadə etdiyim çiyələklər böyük olduğu üçün tərkibi suluydu. Ona görə bir qədər çox qaynatdım. Yəni 2 saata hazır oldu. Xırda çiyələklər isə daha tez hazır olur. Və mürəbbənin bişməsinə bilməkdən ötürü qaşıqdan düşən son damcılara diqqət edirik. Əgər qaşıqdan düşən damcılar uzanırsa, demək mürəbbə hazırdır. Videonun sonuna gəldim. Əgər mürəbbənin bişməsi xoşunuza gəldisə, videonu bəyənib, düşündüklərinizi rəy bölməsində yazmağı və yeni reseptlərimdən xəbərdar olmaq istəsəz, kanalıma abunə olub zil açmağı unutmayın. Bir sonraki videolarda görüşənə kimi sağ olun, sağlıqla qalın. Allaha əmanət olun. Allah hər birinizin evinə, süfrəsinə ruzlu, bərəkətli və huzurlu etsin. Amin. And for the first time in a long time, I'm alright.